Zelenski artıq Trampdan gələn təkliflərə hə deyib, nə mənada? Çünki Zelenskinin bir dənə qırmızı xətti var. Bu da ərazi bütövlüyü məsələsidir ki, hüquqi yolla bu ərazini Rusiyaya keçmək. Zelenski isə atəşkəs isə özündə belə bir məqsəd ehtiva etmir. Yəni atəşkəs sadəcə cəbhə xətti boyu dondurulmadır. Atəşkəs o demək deyil ki, atışmalar olmayacaq, epizodik atışmalar olacaq, amma ağır texnikadan istifadə olunmayacaq. Bir növ Azərbaycanın qarşılaşdığı 94-cü ildəki bir vəziyyət yaranacaq ki, Ukraynaya həm iqtisadi dirçəlməyə şans verə bilər, həm Ukrayna özünə gəlməyə, həm dağılmış şəhərləri bərpa etməyə, həm əhalinin geri qayıtmasına yardım edə bilər. Ona görə də bu baxımdan Zelenskinin itirəcəyi bir şey yoxdur ərazilərdən başqa. Atəşkəs dediyim kimi ərazilərin Rusiya bağışlanması nəzərdə tutmur. Üzr istəyirəm, nəzərdə tutmur? Tutur. Nəzərdə tutmur, xeyr. Yox, hüquqi olaraq, yəni Ukrayna referendum keçirməlidir ki, bu 4 dənə bölgəni Rusiyaya versin və buna da xalq səs verməyəcək. Yəni o zaman bu Rusiyanın istədiyi də olmayacaq. O zaman atəşkəs necə əldə olunacaq? Bu atəşkəsdir, bu sülh deyil. Aha. Bu atəşkəsdir, sülh deyil. Atəşkəs 6 ayda ola bilər, 6 ildə ola bilər. Biz bu atəşkəsi 30 il dözdük. Yəni atəşkəs sülh demək deyil. Atəşkəs sadəcə qoşunların olduğu yerdə durmasını deməkdir.